bu rusların ilk dəfədirmi tarixdə talışlara qarşı satqınçılığıdır? Xeyr. Yəni bundan əvvəl də biz tarixdə dəfələrlə Rusiyanın talışlara qarşı olduğunu görmüşük. Bizim 3 dövlətimiz dağıdılıb ruslar tərəfindən və Azərbaycana verilibdir. Talış xanlığı ilk olaraq dağıdılan bir dövlət quruluşumuzdur. Bizim milli iradəmizin, milli düşüncəmizin gəldiyi xanlıq, bizim formalaşdığımız bir xanlıq, bizim xalqın adını daşıyan bir dövləti ruslar dağıdıbdır. Və onu dağıtmaq bir yana iki yerə bölübdür. Bir tərəfimiz İranda qalıb, o bir tərəfimiz qalıb Rusiyada. Və bu dağıtma daha sonra Muğan Sovet Respublikasına da olubdur. Muğan Sovet Respublikası Sovetlərin siyasətini dəstəkləyən sosialist hərəkatın yetişdirdiyi bir dövlət olub. Təsəvvür edin, bizim belə bir dövlətimizi də ruslar dağıdıbdır, yenə də Azərbaycana verib.